5 nömrəli tam orta məktəbin 5C sinif şagirdi Paşalı Zəhra bugün sizə ədalətə öyrədən hekayələr kitabı haqqında deyəcəyəm. İlk öncə bunu deyim ki, bu kitabda 20 hekayə vardı. Mən bu hekayələri oxudum. İndi sizə onlardan biri haqqında məlumat verəcəyəm. Mənim məlumat verəcəyim hekayənin adı Suyun Haqqı Suyadır. Burada bir meymun və onun yiyəsi olur. Onun yiyəsi süd satmaqla məşğul olurdu. O, südə su qatırdı. Bir dəfə o gəmidə öz qızıllarını sayarkən, meymun qızılları götürüb tez yuxarı qalxır və qızılları 2 hissəyə bölüb, yarısını yiyəsinə, yarısını isə suya atır. Yəni deyir ki, ədalətli olmaq yaxşıdır. Ədalətlə sən bəzi sudan da istifadə etdin. Buna görə də pulun yarısı suyundur. Mən də sizə tövsiyə edirəm ki, hər şeydə ədalətli olasınız. İndi mən sizə deyirəm ki, gəlin kitablarla inkişaf edək layihəsinə qoşularaq və orada kitablardan yararlanaq.